Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil devlet olmasını istəyirsə, kim Azərbaycanın işgal olmuş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu şüar altında, bu sözler altında, bu amal altında birləşməlidir. Azərbaycan heç bir ölkənin təsir altına düşməyəcək. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da mənim bir prezident kimi siyasetimin əsas ana xəttidir. Və bunun üçün də hamı birləşməlidir. Bunun üçün də hamı bir yolla getməlidir. Eminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur. Eminəm ki, bütün Azərbaycan xalqının arzusu budur. Və qoy, heç vaxt bu səma altında top səsləri bir daha eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun. Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır. Bir çox məsələlər çıxır ki, onlar operativlik tələb edir. İş qrafikində fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim əlaqədəyəm. Allah'a şükürler olsun ki, indi Azərbaycan müstəqil devlettir. Nə Rusiyanın tərkibindədir, nə başqa bir devletin tərkibindədir, nə Sovetlər İttifaqının tərkibindədir. Müstəqil bir devlettir və hər bir Azərbaycanlı da buraya baxmalıdır, necə bir ata ocağı. Bunu da hər kəs bilməlidir. Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız, onlar istiqrazlardadır, əsasən səhvlərdədir. Qaçsınlar, baxsınlar, dünyanın kapital bazarları necə çöküb. 10 milyarlarla itkilərdən söhbət gedir. 10 milyarlarla itkilərdən söhbət gedir. Böyük suveren fondların deməli bu kapital bazarının çökməsi nəticəsində. Bizə də bu mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss eləmir. Büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik və dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödeyirik. Və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlattırsınlar, biraz diqqətli olsunlar. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmərik, təsəvvür edə bilmərik. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya.